baxıram. Mən 4 yaşımdan başlamışam idmana. Gözümü açandan bəri uşaqlardan sizin görmüşəm, idmana başlamışam. 4 yaşından. 89-cu ildə. Evdə də dəstək olublar da. Evdə dəstək olublar, bəli, dəstək olublar. Bəzən idmançılarımıza sual verirlər ki, bəs siz buracan gəldiniz, kimə borclusunuz? Mən deyirlər, şablon cavablar var da, mən öz müəllimimə, mən öz valideynimə, mən məktəbdə bir uşaqla savaşdım, sonra getdim məşqə. Sən özün özə borclusan? Yox, mən belə deməzdim, düzdür. Yəni, bizi də məşqə aparıblar, qoyublar, idman eləmişik. Mən sadəcə deyirəm ki, bizim ümumiyyətlə bütün idmançılarımız nəyə borcludur? Mən ora gəlib çıxmaq istəyirəm ki, bizim Allah rəhmət eləsin, ulu öndərimiz, ümummilli lider Heydər Əliyev demişdi ki, kim idmançıya dəstək olursa, o mənə dəstək olur. Kim idmançıya maniyə olursa, o sanki mənə maniyə olur. Bu söz bütün idmançıların arasında dildən dilə dolaşdı. Və artıq insanlar başa düşdü ki, idmanın gələcəyi var. Gör, neçə illər bundan öncə olmuşdu. Və ondan sonra artıq bu özün göstərdi, bu söz özün göstərdi. Bugünkü gündə biz idmançılar, bütün idman aləmi qabağa girməkdə əlbəttə ulu öndərimiz Heydər Əliyevə borcluyuq.